Daha bir dəhşətli qəza, 3 ölü, 2 yaralı. Son zamanlar belə xəbərləri çox tez-tez eşidirik. Azərbaycanda ölüm səbəbi kimi avtoqəzalar ilk 5-likdədir. Bu statistika düşünürəm ki, rəsmi qurumlar üçün həyəcan təbil olmalıdır. Əlbəttə, hər qəza bütün ailələr üçün faciədir. Amma səhiyyə iqtisadiyyatı bu məsələyə necə yanaşır? Gəlin izah edim. Səhiyyə iqtisadçıları avtoqəzalara təkcə ölüm kimi baxmırlar. Onlar bunu years of potential life lost kimi hesablayırlar. Bu itirilmiş potensial ömür ili deməkdir. Yəni itirilmiş potensial ömür ili deyir ki, 85 yaşında bir insanın ölümü ilə 20 yaşındakı bir insanın ölümü iqtisadiyyat və cəmiyyət üçün eyni deyil. Bir avtoqəza ilə ölkənin ümumi daxili məhsulu 1 saniyədə 100 minlərlə manat itirir. Çünki məsələn 20 yaşındakı bir insan avtoqəzada həlak olursa, bu ortalama 55 illik iş qüvvəsini itirmək deməkdir. Bu isə yolu yenidən çəkməkdən daha bahadır. Avtoqəzalar keyfiyyətə görə tənzimlənmiş ömür ili üçün də ən böyük iflasdır. 1 saniyənin içində bir insanın keyfiyyətli ömür ili balı 1-dən 0-a və ya da ağır əlillik səviyyəsinə enir. Bu, səhiyyə sistemi üçün nəhəng bir maliyyə yüküdür. Xəstəxanalar, reabilitasiya mərkəzləri, sığorta şirkətləri xərçəngin və daha ağır xəstəliklərin müalicəsinə sərf eləyə biləcəyi məbləği yoldakı bir anlıq ehtiyatsızlıq üzündən baş vermiş hadisənin nəticəsinə sərf eləyir. Bu, toplum olaraq bizim rifahımızın, keçən videoda danışdığım kvali, keyfiyyətli ömür ili balansımızın sürətlə aşağı düşməsi deməkdir. Bəs səhiyyə iqtisadiyyatı nə təklif eləyir? Səhiyyə iqtisadiyyatına görə ən ucuz müalicə baş verməyən xəstəlikdir. Yəni qəzanın qarşısını almaq xəstəxana, reanimasiya, bir ömürlük əlillik xərclərindən qat-qat ucuzdur. Dövlət yol təhlükəsizliyinə 1 milyon manat xərcləsə, bu bəlkə də qazanılmış 5000 potensial itirilmiş ömür ili deməkdir. Yəni onlarla gəncin 50 illik həyatını xilas eləyir. Yəni qəzaların qarşısını almaq üçün çəkilən xərc daha çox xərc yox, səhiyyə investisiyası olacaq. Yol qəzalarını minimuma endirmək üçün əlbəttə yol mühəndisləri və aidiyyatı qurumlar öz təkliflərini verməlidirlər. Amma mən də bir səhiyyə iqtisadçısı olaraq öz bildiklərimi bölüşürəm. Səhiyyə iqtisadiyyatında qızıl saat anlayışı var. Ağır zədə almış şəxsə hadisə baş verdiyi andan ilk 60 dəqiqə ərzində ixtisaslaşmış tibbi yardım göstərilərsə, onun tam sağalma və həyatda qalma ehtimalı maksimum olur. Səhiyyə iqtisadçıları bu 60 dəqiqəyə büdcəni qoruyan qalxan kimi baxırlar. Çünki əgər xəstə qızıl saatda əməliyyat olunarsa, biz bir insanın itirilmiş potensial ömür illərini xilas edirik. Bu, dövlət üçün milyon manatlıq gələcək ümumi daxili məhsul deməkdir.